20-ci sualı demişsiniz. 20-ci suala bir dənə baxaq. 20-ci sualda deyib ki, ayın ardıcıllığı m-in çıxılsın 12 verib, -3n üstəgəlsin m ardıcıllığı monoton azalandır. Birinci ardıcıllığın monoton azalan olması üçün biz sizlə dərslərdə də demişik ki, əgər an plus b, cm plus d şəklində bir ardıcıllıq verilibsə, a vur d hasili minus b c hasili kiçik olarsa sıfırdan biz buna monoton azalan deyirik. Amma monotonluğun ilk öncə şərti gəlin görək bu kəsir rasional şəkildə verilən bütün ardıcıllıqlara biz belə deyək ardıcıllıq kimi baxa bilərikmi ardıcıllığın düsturun? Bəs bunun üçün nə şərt ödənməlidir? Baxın bu məxrəcin sıfırın tapaq bir -3 bərabərdir -m-ə, n də bərabərdir m bölünsün 3-ə. Birinci onu bilməlisiniz ki, əgər burada monotonluqdan bəhs ediriksə, m bölünsün 3 ifadəsi hər zaman birdən kiçik olmalıdır. Birdən kiçik olmasa siz bu ardıcıllığın monotonluğundan bəhs edə bilməzsiniz. Deməli bu birdən kiçikdirsə, m də nədən kiçikdir? 3-dən. Bu bir şərt. Bu şərti kənara yazıram. Amma burada nəyə fikir verin? Deməli mən indi bu düsturu tətbiq edəsəm, yaxşı monotonluq şərtini bildik. Bəs azalan şərti necədir? Monoton azalan olması üçün nə etməliyik? Əmsallarına baxın. A-nın əmsalı m-dir. Burada da m-dir. Həmçinin deməli bu olacaq nə? Bu olacaq m-in kvadratı, hansı ki m-in kvadratı çıx 36, bircə dəqiqə, bunu mən düzəldim. Deməli, m bölü 3 kiçik olmalıdır dedik birdən, m 3-dən kiçikdir dedik və burada nəyə fikir verin? M-i m-ə vururam, m kvadratı, -3, -12-yə vururam, müsbət 36 edir, çıx 36 kiçikdir 0-dan. Bunun da gördüyünüz kimi vuruqları m-6, m plus 6-dır, kiçik 0. Yəni, bizim aralığımız hansı aralıqdır? -6, 6 aralığına düşəcəkdir, kiçik 0 aralığı. Bəs yaxşı, -6, 6 aralığında hansı tam ədədlərimiz var? -5-dən müsbət 5-ə qədər. Amma bu soruşur ki, monoton azalan olsun. Monoton azalan olmağı üçün m-in 3-dən kiçik qiymətlərini götürmək və -6, 6 aralığında baxın yazıram qiymətləri. -5, hansı ki müsbət -4, -3, -2, -1, 0, 1, 2, 3, 4, 5. Amma 3-dən kiçik qiyməti istəyir. Deməli, bunları götürə bilməzsiniz. Orada geridə neçə qiymət qalır? 5, o da 3, 8 qiymət qalır. O zaman variant D variantı. Elə bilirəm bu sual sizin üçün aydındır.